Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam deyir ki, verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Xarı bülbül gələr bu yaz səcdənə. Dursan 1000 il, yenə də az səcdənə. Dayanıbdır bütün Qafqaz səcdənə. Bu zəfərin mübarəkdir ey vətən. Bəli, bu zəfər mənəviyyatla silahın, dua ilə mübarizənin vəhdətidir. Bu zəfər ya Allah nidası ilə başlayanların etdiyi duanın nəticəsidir. Allah şahiddir ki, bu vətən azadlığı imanla qazandı, birliyi ilə qorudu. Bugünkü verilişimizdə Zəfər gününün sevincini və qürurunu qonağımız Heydər Məscidinin imam mavini, Quran qarisi, ilahiyyatçı Rıza Rızayev ilə birlikdə bölüşəcəyik. Rıza müəllim, xoş gəlmisiniz. Necəsiz? Xoş gördük dəyərli Abbas müəllim. Təşəkkür edirəm dəvət üçün. İlk öncə mən də bizi izləyən əziz və uca millətimizi Allahın salamı ilə salamlayıram və bu möhtəşəm şanlı zəfərimiz münasibətilə xalqımızı təbrik edirəm. Xüsusilə də bu zəfərin qazanılmasında canları ilə, qanları ilə fədakarlıq edən şəhidlərimizi rəhmətlə anırıq. Xüsusilə də ən böyük haqq elə düşünürəm ki, şəhid valideynlərinə, şəhid atalarına, şəhid analarına düşür. Bu zəfər günü münasibətilə də onları təbrik edirəm. Yaralı qazilərimizi uca Allahdan şəfaət edərəm inşallah. Çox sağ olun Rıza müəllim. Qurani Kərimdə buyurulur: Ya Peyğəmbər, həqiqətən biz sənə açıq-aşkar bir zəfər bəxş etdik. Rıza müəllim, Qurani Kərimdə və dini mətnlərdə zəfər və fəth anlayışı necə izah olunur? Dəyərli Abbas müəllim, həqiqətən də dilimizdə zəfər və fəth anlayışı çox böyük əhəmiyyət verilən mövzulardan biridir. Dinimizin əsas mənbəyi olan, birinci mənbəyi sayılan Quran-ı Kərimin ayələrinə diqqət edəsək, görərək ki, Quran-ı Kərimdə fəthlə bağlı, zəfərlə bağlı, qalibiyyətlə bağlı bir çox ayələr var. Xüsusilə zəfərin Allahdan olmasına, zəfərin inananlara Allahın bir lütfu olduğuna, Allaha təvəkkülün nəticəsində zəfərin verildiyini qeyd edilir. Xüsusilə də iki surə zəfərlə, fəthlə bağlı söhbət açılır. Elə biraz öncə sizin də ayəni qeyd etdiyiniz surə Fəth surəsi və Nəsr surəsi ki, zəfər və qalibiyyət haqqında danışır. Biz Nəsr surəsinin nazil olma səbəbinə baxsaq, bilirsiniz ki, Məkkənin fəthindən öncə nazil olan bir surədir. Belə demək mümkünsə, Məkkənin fəthinin müjdəsini Peyğəmbərimizə verən bir surədir. Ayədə Uca Rəbbimiz buyurur ki, Allahın yardımı və zəfəri gəldiyi zaman insanların dinə dəstə-dəstə daxil olduğunu gördükdə, burada çox həssas və incə bir məsələni Rəbbimiz əslində Peyğəmbəri vasitəsilə bizlərə öyrətmək istəyir. Buyurur ki, Fəsəbbih bihamdi rabbikə və istəğfir. Elə ki, qalib gəldi, zəfər əldə oldunuz, Rəbbinə həmd və sənalar de və daha sonra Rəbbindən istiğfar de buyurur. Ümumiyyətlə, biz baxsaq Məkkənin fəthinə, bilirsiniz ki, hicrətin 8-ci ilində baş veribdir və Ramazan ayında baş verən bir hadisədir və xüsusilə də burada qan tökülmədən əldə olunan bir zəfərdir. Dəyərli Abbas müəllim, biz Məkkənin fəthindən qayıtsaq öz Qarabağımıza, burada çox incə bir məsələni qeyd etmək istəyirəm ki, Ağdam məscidinin girişində biraz öncə sizin də oxuduğunuz ayə yazılıb: İnnə fətəhnə ləkə fəthən mubinə. Həqiqətən biz sənə açıq-aşkar bir zəfər, qələbə nəsib etdik. Əgər diqqət eləsək, Ağdamın da belə deyək də fəthi qan tökülmədən geri qaytarılıb. Çox gözəl nüansa toxundunuz. Həqiqətən də bu, bilirsiniz ki, İslamda təsadüf deyə bir anlayış yoxdur. İlahi bir təvafüqə bağlıdır bu məsələlər və ordumuz xüsusən Ağdamı qan tökülmədən geri qaytarması bu ilahi bir millətimizə olan bir lütfdür. Və eyni zamanda bilirsiniz ki, biz ikinci Quran, İslam dininin əsas mənbəylərindən olan dini mətnlərə baxsaq, hədislərə baxsaq, görərək ki, zəfərin imanla, ixlasla sıx bir əlaqəsi olduğunu görərik və eyni zamanda zəfərin, belə demək mümkünsə, ədalətin bərqərar olması, zülmün aradan getməsi kimi dəyərləndirilir. Biraz öncə biz Məkkənin fəthindən söhbət açıq. Bilirsiniz ki, müşriklər Peyğəmbərimizə çox böyük əziyyətlər vermişdilər. Yəni, məcbur olmuşdur Peyğəmbərimiz Məkkəni tərk eləsin. Ancaq o Məkkəyə bir fatih kimi daxil olduğu zaman o insanlar düşünürdü ki, Peyğəmbər, Allahın Rəsulu, Allahın salamı olsun ona, əhl-i beytinə və əshabına, o insanlarla necə rəftar edəcək? Hər kəsin içərisində bir qorxu var. Təbii ki, belə deyək,
ölkə şəhərindən yaşamağa imkan verməyiblər, ona böyük bir işgəncələr, əziyyətlər veriblər. Amma Allahın Rəsulu onun ən böyük əxlaq üzərindəsən deyir Qurani-Kərim. Nə edir? Buyurur ki, bugün sizə qardaşım Yusifin qardaşlarına dediyi sözü deyəcəm. Bugün sizin üçün heç bir məzəmmət, heç bir qınaq yoxdur. Allah sizi bağışlasın. Biz dini mətnlərdən də məsələyə baxsaq, həqiqətən də zəfərin tərkibində, zəfərin kökündə Allaha təvəkkül, Allaha iman, Allahın yardımı ilə baş verdiyini görürük. Biz elə tarixdən misal verməyə çalışsaq, istər Xəndəkdə olsun, istər Bədirdə olsun, müsəlmanların sayı o qədər də çox deyildi. Yəni bu zəfərin əldə olunmasında Allahın yardımı və inancları, burada həssas məsələ bundan ibarət ki, dəyərli Mir Abbas müəllim, biz də öz torpaqlarımızı işğaldan azad edərkən həm Allaha inancımız, eyni zamanda haqlılıq prizmamız, yəni biz öz torpaqlarımızda müharibə edirdik. Haqlılığımız və üçüncü əsas məsələ, ümumiyyətlə dinin əsas sütunu budur. Üçüncü istək nə, inanc nə idi? Qalsaq şərəfli bir yaşayışdır, qazilikdir. Dünyamızı dəyişsək isə məqamların ölümünə ən üstün olan şəhidlikdir. Uca Rəbbim bütün şəhidlərimizə rəhmət etsin, zəfərimizi daimi və əbədi eləsin inşallah. Rıza müəllim, sizin də sözünüzə qüvvət bayaq dediniz ki, Allah Rəsulu Məkkəyə gedəndə onları bağışladı. Bəli. Hətta Məkkəyə girməmişdən öncə öz ordusuna tapşırır ki, qocalarla işiniz yoxdur. Bəli. Hətta ağacın yarpağına belə toxunmayın deyir. Bəli. Və özü belə Məkkəyə girdiyi zaman baş aşağı, Bəli, öz tamam. atının və ya dəvəsinin baş aşağı gedir. Bizim müzəffər ordumuzda Qarabağa girdiyi zaman yalnız onlarla döyüşənlərlə döyüşdü. Bəli. Yəni onlara silah yönləndirənlərə silah yönləndirdi. O televiziyada da gördük bunu, bütün mətbuat, bütün dünya gördü ki, bizim orada yaşlılarla, qadınlarla heç kəsin bizim Tamamilə ordumuzun doğrudur. işi olmadı. Tamamilə doğrudur. Peyğəmbər sallallahu buyurur: "Ey insanlar, düşmənlə qarşılaşmağı arzulamayın. Lakin onlarla qarşılaşdığınız zaman səbirli olun. Bilin ki, cənnət qılıncların kölgəsindədir." Rıza müəllim, xalqımızı böyük qələbəyə aparan başlıca amillər hansılar idi? Mir Abbas müəllim, bildiyiniz kimi vətən müharibəmiz 2020-ci il sentyabrın ayının 27-sindən başlayan və 44 günlük davam edən və Şərəfli bir yol. bəli, hər bir günü, o 44 günü hər biri şanlı bir zəfər idi əslində. Və 8 noyabr Şuşanın belə deyək, fəthi ilə taclanan bir zəfərimiz var. Təbii ki, bu döyüşlərimizdə biraz öncə də qeyd etdiyimiz kimi şəhidlərimizin canı və qanı bahasına meydana gəldi. Yəni orada gənclərimiz, cavanlarımız, əsgərlərimiz qanları ilə fədakarlıq edərək bu torpağı 30 illik alnımızda olan ləkəni belə demək mümkünsə qanları ilə təmizlədilər. Həqiqətən də biz 44 günlük vətən müharibəsində nəyi görürük? Xalq ordu birliyinin vəhdətini görürük. Xalqımız öz inancı ilə, öz etiqadı ilə bütövləşmişdi. Xalqımız belə deyək, döyüşə gedən yolda birlik, bərabərlik göstərdi və belə demək mümkünsə bu döyüşün, bu qələbənin əsas sirlərindən də biri millətimizin, xalqımızın ordu ilə olan o birlik və bərabərliyi idi. İstər siyasi olsun, istər dini baxışlar olsun, heç birinin asılı olmayaraq xalqımız bir amal uğrunda, vətən uğrunda, bayraq uğrunda, Azərbaycan şüarı altında, şuuru altında birləşdilər və bu da zəfərə aparan əsas səbəblərdən biri idi. Və ön cəbhədə ordumuz göstərdiyi qəhrəmanlıqla yanaşı, xalqımız da arxa cəbhədə birlik, bərabərlik göstərdi. Baxın, bir Quran-Kərimdə bir ayə var, biz bunu dəfələrlə söhbətlərdə də qeyd edirik ki, Quran-Kərimdə Rəbbimiz buyurur ki, hamılıqla Allahın ipindən yapışın və ayrılığa, təfriqələrə getməyin. Niyə getməyin? Çünki zəifləyərsiniz. Biz o ayəni sanki 44 gündə yaşadıq. Həqiqətən də millət böyüyündən kiçiyinə hər kəs bir fədakarlıq göstərdi, birlik göstərdi. Bir şəhərin, bir kəndin, bir balaca kəndin alınmasına olan sevincimiz necə idi? Hər gün döyüş meydanından, belə deyəksə, səngərdən gələn zəfər hissinə millətimiz necə qarşılayırdı? Xüsusilə də bilirsiniz, pandemiya dövrünü əhatə edirdi, amma insanlarda olan mənəvi psixoloji durum çox yüksək səviyyədədir. Biz bütövləşmişdik, millət olaraq bir olmuşduq. Bu həqiqətən çox önəmli məsələdir. Bir 44 günlük vətən müharibəsi əslində onu göstərdi ki, birlik və bərabərlik içərisində olan xalqı heç bir güc qalib gələ bilməz. Bilirsiniz ki, biz sadəcə orada torpaqlarımızı qaytarmadıq. Təbii ki, torpağı dəyərli edən onun üzərində olan dəyərlərdir. Tarixi, dini abidələrimizi geri qaytardıq və xüsusilə də o torpaqlarda torpaqlaşmış əcdadlarımız, böyüklərimiz,
dədə-babalarımızın, nənələrimizin qəbirləri paşlığa çıxartdı. Və xüsusilə də bir şey qeyd etmək istəyirəm ki, o torpaqlar hər dəfə azad olunduğu zaman, o mübarək torpaqlara bayraqlarımız sancıldığı zaman əsgərlərimiz, o qəhrəman əsgərlərimiz azan verməsi bir daha bu işdə mənəvi gücünü ortaya qoyurdu. Biz əslində, dəyərli Mirabbas müəllim, 30 illik həsrətin, 30 illik təvəkkülün, 30 illik həsrətin zəfərini qeyd edirik. Eyni zamanda biz Allaha olan ümidimizin mükafatını aldıq bu 30 ildə. Bilirsiniz, 30 il kiçik rəqəm deyil. Yəni, bəlkə də çox az millətin tarixində görsənə bilər ki, millət heç bir zaman inancından geri addım atmadı. Xüsusilə də siz də diqqət eləmişsiniz yəqin ki, hava proqnozları deyildiyi zaman biz Şuşanı, Laçını oradan ayırmadıq. Xüsusilə də Laçını, Qarabağa gedən yollarımızda bilirsiniz də istiqamət olaraq Şuşaya neçə kilometr qalıb, Laçına neçə kilometr qalıb. Bu millətin inancı idi. Biz heç bir zaman ümidimizi itirmədik. İstər məscidlərimizdə olsun, dualarımızda olsun. Ən xoş günlərimizdə birinci sözümüz Qarabağımız oldu. Hətta bu millətimizin böyükləri hər zaman içi dərdli dualarında deyirdi, Allahım, Qarabağı eşidiblər, görməyiblər. Qarabağa gedən yolumuzu aç deyə dua etdilər. Biz, belə demək mümkünsə, o mübarək duaların həqiqətini yaşadıq. O Qarabağı görməyən gənclərimiz Qarabağı işğaldan azad etdi. Təbii ki, burada təşəkkür ordumuza, ordumuzun başında dayanan Ali Başkomandanımıza düşür ki, 30 illik həsrəti sona çatdırdı. Biz bugün həm ölkəmizdə, həm də beynəlxalq arenada artıq bir qalib xalq kimi öz sözümüzü bütün sahələrdə deyirik və buna görə Allaha nə qədər sonsuz sayda həmd və şükür etsək yenə azdır. 2 əsrdə yaşamadığımız biz zəfəri yaşadıq 44 gündə. Qurani Kərimdə buyurulur, Allahın köməyi və zəfər gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyünüz zaman, Rəbbini tərifləyərək ona həmd et və ondan bağışlanma dilə. Rıza müəllim, 44 günlük vətən müharibəsində silahın gücü ilə mənəviyyatın vəhdətini gördük. Bəli. Siz bu haqda nə deyə bilərsiniz? Dəyərli Mirabbas müəllim, dinimizin əsas göstəricilərindən biri zəfər anlayışı necədir? Sadəcə zəfər anlayışı döyüşdə əldə edilən qələbə deyil. Zəfər anlayışı Peyğəmbərimizin hədisinə də əsaslansar, əslində nəfsi üzərində bir qələbədir. Eyni zamanda zəfərin arxasına dayanan bir iman var, bir ixlas dayanır. Biz Quran-ı Kərimdə bir ayədə Rəbbimiz buyurur ki, İn yansurukumullah fələ qalibə ləkum. Əgər Allah sizə yardım etsə, sizə heç kəs qalib gələ bilməz. Həqiqətən də biz Allahın yardımını hiss elədik. Biz bu döyüşdə Allahın görünməyən ordularının dəstəyini gördük, hiss elədik. Çünki biraz öncə də qeyd elədiyimiz kimi, biz öz torpaqlarımıza döyüşürdük. Bizi güclü qılan əsas səbəblərdən də biri buydu ki, biz heç bir millətin, heç bir dövlətin torpağında gözümüz yox idi. Biz öz torpağımızda döyüşürdük. Bizi üstün qılan, bizi güclü qılan səbəblərdən biri buydu. Biz millət olaraq 44 gündə təbii ki, müasir silahların olması döyüşdə ən üstün olan səbəblərdən biridir. Ümumiyyətlə, İslam tərimlərinə baxsaq, hər hansı bir millətin qalib olması üçün bir neçə başlıca səbəblər var. Birinci, təbii ki, düzgün idarə edicilik. İstər siyasi arenada, biz 44 günlükdə vətən müharibəsində gördük ki, ölkə başçısı istər yerli mətbuat orqanlarına, istər beynəlxalq mətbuat orqanlarına verdiyi müsahibədə nə qədər əzmkar, nə qədər qətiyyətini gördük. Və eyni... Hətta üzr istəyirəm Rıza müəllim, başqa suallarda verirdilər. Bəli, təxribat xarakterli. Bəli. Ona o qədər Ali Başkomandan incəliklə cavab verirdi ki, yəni o jurnalist verdiyi suala belə peşman olurdu. Bəli, tamamilə doğru edirsiniz. Eyni zamanda biz bu müharibəyə hər yöndən hazırlaşmışdıq. Həm silah gücü ilə, həm mənəvi olaraq. Eyni zamanda dezinformasiyaların qarşısının alınması, 44 gündə necə həqiqətən hər şey yüksək səviyyədə gedirdi. İkinci, döyüşdə ən üstün cəhətlərdən biri güclü iqtisadiyyatın olmasıdır təbii ki, müasir silahların olmasıdır və bunun da yanaşı, heç şübhəsiz ki, bunu xüsusi qeyd etməli ki, millətin mənəvi psixoloji durumudur. Biz bunu elə iman adı da deyə bilərik. Baxın, Şuşada belə deyək, o dağlar ki var, orada bizim əsgərlərimizin, zabitlərimizin qəhrəmanlığı artıq silah deyildi. Bu artıq inanc idi. Bunun artıq iman idi ki, o sıldırım dağlara qalxmaq, orada döyüşlər aparmaq həqiqətən çox böyük bir, bugün bəlkə də dünya hərb meydanında bu unikal bir hadisədir Şuşanın işğaldan azad edilməsi ki, bizim də zəfərimizin tacı sayılır. Həqiqətən də müasir silahlarla yanaşı biz mənəvi silahlara da sağılmışdıq ki, duaya 10 milyon əhali, öndə əsgərlərimiz, zabitlərimiz, arxada isə 10 milyonun duası.
Bu üstünlüyümüz idi. Hətta dünya Azərbaycanlıları Bəli, 50 milyona 50 qədər milyona əlavə edəsək, bəli, və xüsusilə də bizi sevən dövlətlər, millətlərin də duasını əlavə etsək, bizi güclü qılan əsas demək səbəblərdən biri bu idi. Dəyərli Mirabbas müəllim, bilirsiniz ki, biz ümumiyyətlə tarixin səhifələrinə baxsaq, xalqımız çox ağır imtahanlardan, çətin günlərdən keçib. Yəni bunu xüsusilə də Birinci Qarabağ müharibəsinə baxsaq, Birinci Qarabağ müharibəsində xalqımıza qarşı edilən işgəncələr, ana bacılarımızın əsir götürülməsi, balaca az yaşlı balalarımıza qarşı edilən zülmlər, xüsusilə də Xocalı soyqırımını bu millət heç bir zaman unutmadı. Və unutmadığı əməli şəkildə göstərdiyi bu 44 günlük vətən müharibəsidir. Biraz öncə siz çox doğru qeyd elədiniz ki, bizim səngərdən kənarda dinc əhalinin işimiz olmadı. Ölkə başçısı da qeyd eləmişdi ki, biz o Bərdəyə, bilirsiniz, Bərdədə Gəncəyə qadağan olmuş silahlarla vurulduğu zaman ölkə başçısı da qeyd elədi ki, biz onların cavabını döyüş meydanında verəcəyik və həmd olsun Allaha ki, biz döyüş meydanında da onların cavabını verdik və bugün sizin sualınızda cavab olaraq bunu da son olaraq demək istəyirəm ki, ölkə başçısının da qeyd etdiyi bir söz var idi ki, nə qədər müasir silahlar olursa olsun, önə gedən, döyüşə gedən, sinəsini qabağa verən əsgər idi. Bu da əslində dövlətin əsgərinə, xalqına, zabitinə verdiyi bir dəyərdir. Həmd olsun Allaha ki, biz o qisasımızı aldıq. Döyüş meydanında qisasımızı aldıq. Çünki Quran-Kərim boyu ki, qisasda həyat var. Uca Allahdan arzumuz, duamız bundan ibarətdir ki, zəfər nə qədər dəyərlidirsə, o zəfəri qoruyub saxlamaq o qədər önəmlidir. Yəni, bu zəfəri bizə daimi eləsin. Ucalan o Qarabağımızda o şanlı, üçrəngli bayrağımızı heç bir zaman o layiq olduğu yerdən aşağı endirməsin. Zəfərimiz mübarək olsun inşallah. Amin. Zəfərimiz mübarək olsun. Bu Zəfər bayramında sizi görmək Rıza müəllim bizim üçün çox xoş idi. Təşəkkür edirik gəldiyiniz üçün. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Siz sağ olun. Cənab Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin sözləri ilə sizləri təbrik edirəm. Zəfər günü bizim bayramımızdır. Bu zəfər bayramıdır, bu rəşadət bayramıdır, bu ədalət bayramıdır, bu milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacaq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacaq. Zəfər bayramımız mübarək olsun. Allaha əmanət olun.